Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Hər birinizi salamlayıram. Mübarək Ramazan ayının son günlərindəyik. Allah Teala bu ayda edilən dua, ibadətləri inşallah öz dərgahında qəbul etsin. Mövzumuz Qur'an-ı Kərimdə imamət məsələsidir. Bura qədər biz ümumi olaraq İslam təlimlərində imamət məsələsinə işarə etdik. Və Qur'an-ı Kərimdən əsasən imamət barəsində 2 ayəni siz əzizlərlə müzakirə etdik ki, bəli, Qur'an-ı Kərimdə imamət məqamı, imamət məsələsi olduqca aydın və açıq formada bildirilmişdir. O ayələrdən biri Nisa surəsinin 59-cu ayəsidir. Bu ayə əsasən ulul əmr və yaxud itaət ayəsi olaraq tanınır. Burada yekun olaraq bu ayə barəsində bu mövzunu müzakirə edəcəyik ki, bu ayə imamət məsələsinə necə dəlalət edir? Yəni, biz şiyyələr bu ayənin harasından istifadə edirik ki, Allah Rəsulundan sonra onun haqq canişini Həzrəti Əli olmuşdu. Yəni, bu ayənin hansı formada biz başa düşürük və bu ayə hansı formada bu məsələni açıqlayır? Bu məsələyə deyirlər, məsələnin dəlalət etməsi. Olduqca önəmli bir məsələdir ki, bu söz, bu ayə, bu hədis, bu deyilən iddiaya necə dəlalət edir? Hansı formada bu iddia, bu ayə ilə üst-üstə düşür? Ümumi olaraq bu barədə 2 dənə üslub var. Yəni, bir ayənin hər hansı bir məsələyə dəlalət etməsi. Birinci, ümumi olaraq bir çox klassik kəlam kitablarında, təfsir kitablarında bildirilməkdədir və az-çox bununla tanışlığınız daha çoxdur. Hər hansı bir ayəni oxuyuruq. Məsələn, Nisa surəsinin 59-cu ayəsini Allah Teala buyurur ki, ey iman gətirənlər, Allaha itaət edin, Allahın Rəsuluna və özünüzdən olan əmr sahibinə itaət edin. İndi burada Allah, Allaha itaət aydın məsələdir. Allahın Rəsulu, Allahın Rəsuluna itaət aydın məsələdir. Əgər ulul əmri minkum məsələsində ixtilaf varsa, sözü gedən ayə barəsində nazil olan şən-ü nuzullara və yaxud hədislərə baxırıq, deyirik ki, bəli, ulul əmri minkumun nümunəsi filan şəxsdir. Yəni, biz ayəyə baxırıq, ayə sanki bizim üçün qaranlıq qalır, ayənin qaranlığını hədislərlə aparırıq. Bu, əsasən dediyim kimi, klassik kitablarda geniş formada müzakirə olunan bir üslubdur. Bir çox kitablar da bu üslubda yazılmışdır. Bu, öz yerində, yəni öz metoduna əsasən olduqca doğru və gözəl bir yoldur. Amma bu yolun əsas problemi bundan ibarətdir ki, biz bu ayənin kim üçün nazil olduğunu bildirən rəvayətlərə baxırıq. Məsələn, deyirik ki, əmr sahibində məqsəd İmam Əlidir. İndi qarşı tərəfdə gedir, özü üçün bir dənə rəvayət axtarır, deyir ki, xeyr, İmam Əli deyil, başqa şəxsdir. Yəni, bir ayənin barəsində nazil olan o şən-ü nuzullar və yaxud hədislər sənəd etibarı ilə, məzmun etibarı ilə bir-birindən fərqlidir. Yəni, artıq biz ayədən uzaqlaşıb gedib hədisləri müzakirə edirik. Deyirik ki, xeyr, sən gətirdiyin hədis zəifdir və yaxud bu uydurmadır və s. Yəni, artıq Quran mərkəzlikdən biz çıxıb gedirik məsələni hədislər ətrafında müzakirə etməyə. Dediyim kimi, bu bir çox zaman məqbul bir yoldur. Həqiqətən də biz bəli, bir çox Quran ayələrini hədis kontekstində, tarix fonunda edə bilərik, müzakirə edək. Yəni, ayə ümumi şəkildə deyir, tam olaraq biz
ayənin bu nəyi qəsd etdiyini bilmək üçün biz tarixə müraciət edirik. Sadə bir misal deyim. Məsələn, Qur'an-ı Kərimdə Ramazan ayı və Ramazan ayında olan Qədr gecəsi aydındır. Yəni bilinir ki, Ramazan ayı var və Ramazan ayında Qədr gecəsi. Amma bu Qədr gecəsi hansı gündür? Yəni Ramazan ayının 1-dən ta 30-una qədər ehtimal oluna bilər də. Qur'an-ı Kərimdə Qədr gecəsinin hansı gün olduğuna dair heç bir məlumat yoxdur. Bu məlumatı biz əldə etmək üçün heç şübhəsiz səhih hədislərə istinad edirik. Görəsən 19-cu günüdür, 21-ci gündür, yoxsa 23-cü günü və s. Yəni Qur'an ümumi bir baxışı deyir və o baxışın tam xırdalığını hədis və yaxud tarixi məsələlərə irca edir. Biz də edə bilərik bu ayə tam olaraq kimə itaət barəsindən danışır? Hədislərə müraciət edir. Hədislərə də müraciətində heç şübhəsiz yəni səhih, doğru hədislər bunu göstərir ki, bəli, əmr sahibində məqsəd Həzrəti Əleyhisselamdır. Bu birinci yanaşmadır. İkinci yanaşma isə biraz fərqlidir. Bu da tarixən olub və bu metoddan bir çox kitablar yazılıb. Bizim mövzumuz, yəni Qur'anda imamət olduğu üçün bu ikinci metodu qəbul edirik ki, bu ayə necə imamət məsələsinə dəlalət edir. Burada yanaşma bundan ibarətdir ki, bu ayənin biz özünü təhlil edirik. Ümumi olaraq ayə nə demək istəyir? Ayənin kontekstində digər ayələrə nəzər atırıq ki, görəsən bu ayəni digər ayələr hansı formada təhlil edir? Və bu təhlili biz keçən bəhsdə etdik ki, Qur'an-ı Kərimdə itaətin mənası nədir? Mütləq itaət hansı formadadır və kim üçün uyğundur? Bu kimi meyarları biz Qur'andan əldə etdikdən sonra yenə hədisin sorağına gedirik. Artıq burada hədislərin çoxluğu bizim üçün önəmli deyil. Çünki bizim əlimizdə sabit bir meyar var. O meyar əsasında bu təqdim olunan hədislərə baxırıq. O meyar nədir? Yəni bu ayədə hansı meyarlar var idi? Bu şəxsə, əmr sahibinə mütləq itaət etmək lazımdır. Əgər bir şəxsə mütləq itaət etmək lazımdırsa, o Peyğəmbərlə bərabər olmalıdır, elmi, mənəvi məqamda. Bu ikinci, Peyğəmbərlə mənəvi məqamda bir olan şəxsin mütləqdir, isməti olsun, məsum olmalıdır. Yəni danışarkən, hər hansı bir şeyi ifadə edərkən və yaxud öz rəftarında mütləq olaraq məsum olmalıdır. Yəni bu şəxsin əməlinə mən baxıb, əməl edəcəm və deyəcəm ki, Allah məndən bunu istəyir. Yəni ismətin mənası budur, məsumluğun mənası budur. Çünki məsum özü ilə Allahın sözünü çatdırır. Yəni bəndələr tam olaraq bunun rəftarına, sözünə tabi olaraq Allah bizdən bunu istəyir deyə bilərlər. Yəni ismətin mənası budur. Yaxşı, bu kimi meyarları biz əlimizə alıb bu hədislərin sorağına gedəndə heç şübhəsiz bir çox şəxslər nə ismət iddiasında olub, bu bir. Heç ismətdən də düşək aşağı. Heç bu iddiada olmayıblar ki, biz bəli Allah Rəsulü ilə eyni məqamdayıq, yəni eyni dərəcədəyik, bəli mən edə bilərəm onun canişini olam. Heç belə bir iddiada etməyiblər. Bu ikinci məsələ. Üçüncü məsələ budur ki, yəni bura qədər təhlil olunan yalnız Şiə məzhəbinə aid deyil. Məsələn, Fəxr Razi də bu ayəni təhlil edərkən deyir ki, burada itaət o şəxsə olmalıdır ki, o məsum olsun. Yəni, bax, bura qədər bu məsələni biz tam olaraq Qur'an ayələrindən ələ alırıq, bu meyarları ələ alırıq və bir qayda formalaşdırırıq. O qayda da yine hədisdən, Peyğəmbərin sünnətindən əlimizə gəlib. Bu da budur ki, Allah Rəsulü buyurub ki, La ta'ətə li məxluqin fi məsiyyətil xaliq. İnsan heç bir formada məxluqa, yaradana mənsiyyət etmək üçün yaradılana itaət etməməlidir. Nəticə etibari ilə, elmi cəhətdən məqam, Allah Rəsuluna oxşarlıq, Allah Rəsuluna yəni vəhyi istisna edək, digər sifətlərdə oxşarlıq və bu iddianı edən İslam dünyasında kimdir? Bu yalnız Əli ibn Əbi Talib əleyhissalamdır.
Demək, burada məqsəd, ey iman gətirənlər, Allaha itaət edin. Allahın Rəsuluna və özünüzdən olan əmr sahibinə itaət edin. Bu əmr sahibinin xaricdə nümunəsi yalnız və yalnız Əli ibn Əbi Talibdir. Ola bilməz ondan başqa bir şəxs bu ayənin nümunəsi olsun. O iddia edə bilər, o özünü filan göstərə bilər. Amma ayədən aldığımız meyar bizə icazə vermir bunu biz Əli ibn Əbi Talibdən başqası üçün göstərək. Və eyni zamanda bu da məntiqli deyək ki, məntiqli deyil ki, deyək ki, bu ayənin biz nümunəsini bilmirik. Yəni bu da necə ola bilər? Yəni Quran, Allah Teala sənə söz göndərir ki, buna itaət et. Sonra deyəcəksən ki, yox, mən bunu bilmirəm ki. Yəni bu heç bir formada məntiqi cəhətdən doğru deyil. Nəticə etibarı ilə bu ayə necə dəlalət edir Əleyhisselamın vilayətinə? O da bundan ibarətdir ki, Allah Teala elə bir şəxsə itaət etməyi istəyir ki, o Allah Rəsuluna oxşasın. Məqam, dərəcə baxımdan Allah Rəsuluna yaxın bir şəxs olsun. Bu şəxs kimdir? Əli ibn Əbi Talib. Buradan məlum olur ki, Nisa surəsinin sözü gedən əmr ayəsi, Nisa surəsinin 59-cu ayəsində məqsəd İmam Əli əleyhissalamdır. Şiyyələr bu ayəyə əsasən, yəni o istinad etdiyi ayələrdən biri budur. İstinadən deyirlər ki, bəli, Peyğəmbərdən sonra onun haqq canişini yerində otura bilən şəxs yalnız İmam Əli və İmam Əlidən sonra da onun pak övladları olmuşdur. Gələn bəhslərimizdə digər ayələri inşallah müzakirə edəcəyik. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.